su olmurdu, mama vedrə ilə su daşıyırdı. Amma bu günləri mamama deyirəm, mama krantı aç, içi suyun gəlir sənə. Bir də atam var, bir də anam var. Başqa heç kim yoxdur. Özüm kasıb oğlanam. Şükür Allaha. Günü bu gün mənim anamla atam əvvəl rayonda evdə qalırdılarsa, günü bu günləri mən gətirmişəm Bakıya, onlara ev almışam. Həmin evdə qalırlar, rahatçılıqlarını təmin eləmişəm. Bu mənim qazancımdır, bu mənim uğurumdur. Yəni mən prinsiplərim var, məqsədim var. Məqsədə doğru gedirəm, qazanmağı fikirləşmirəm. Bu günlər mənim qazanmağım mənim anamla atamın rahatçılığıdır. Onların rahatçılığı da mən görmüşəm, məsələn üçün su olmurdu, mama vedrə ilə su daşıyırdı. Amma bu günləri mamama deyirəm, mama krantı aç, içi suyun gəlir sənə. Yəni o şəraiti mən ona qurduqca bu mənim qazancımdır. Mən bunu başa düşsən, yəni şərtlər var ki, qardaşım, şərtlər var ki, məsələn bu şərtlərin üçünə də əməl eləmək lazımdır. Birincisi valideyn hüquqlarıdır ki, yəni bunlara pozmaq olmaz. Valideyn haqqları var ki, bunlara pozmaq olmaz. Yəni bunlara sən riayət edirsənsə, sənin uğurların olacaq. Əgər valideynin sənin üzərində narazılığı varsa, sənin işlərin tamamilə yönsüz gedəcək.